Mən bayaqdan bəri sənin o gözəl kəlamlarına qulaq asırdım. Hə. Deyirəm, cənabımız gərək ərəb dərsində çox güclü ola, elədir? Nə söyləyirsən gədə? Molla olmaq, mərsiyə demək məyər asan əmirdir? Ərəb dərsini tamam eyləməmiş səni heç minbərə qoyarlar? Çox gözəl. Onda cənab molla, mənə deyin görüm, ərəbcə çörəyə nə deyərlər? Cavan oğlan, yəqin bunu bilməmiş olmazsan. Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orada düyüdən savayı başqa şey yeməzlər. Ha, bəs onda düyüyə nə deyirlər ərəbcə? Hə? Qardaş oğlan. Cəmaat düz deyirmiş ki, sənin ağlın başında deyil. Həl ya! Əgər ağlın başında olsaydı ağaca dırmaşmazdı. Sən bizim uşaqların da başını kördürsən. Ağlıva gələni danışırsan onlara. Ay cəmaat, görün bu sərsəm bizim uşaqlara nə deyir? Deyir ki, bizim bütün bu küllü aləm yumru bir şey üstündə durur. Demək gün, ay hamısı fırlanır, hə? Ay sənin ağlıva keçə yamayım. Allaha and olsun, belə əbləh söhbətləri kəsməsin. Bir dua yazacağım, dilin tutulsun. Həzrət Abbas'a yazacağım. Xeyr ha, cənab molla. Mən özüm yazacağım Həzrət Abbas'a. Yazacağım ki, sən cənab molla, heç əməlli başlı ərəb dilini bilmirsən. Amma gəlib burada bizə mövzə oxuyursan. Elə günü bugün yazıb göndərəcəm Həzrət Abbas'a. Həzrət Abbas'a ərzə yazacağım. İmamın dayı işi gücü qurtarmışdır. Sənin kimi avaranın ərzəsinə məhəl qoyacaq. Bir dayı yazır, ərzəni kimdən göndərəcəksin? Çavuş, davvarlar çoxdan yoldadılar. Neçə vaxtı gediblər. Çavuş mənim nəyimə gərəkdir, cənab molla. Bu çayı görürsən? Axıb, tökülür düz Fərad çayına. Ara dedik? Fərad çayının yanında bir adam dayanıbdır. İmama gələn ərizələri alıb aparır Həzrət Abbasın hüzuruna. Yəni sən, cənab molla, bunları da bilmirsən. Onda da nə sayaq mollasan?